Bunu keçmişdə danışmışam. Bir nəfər rəhmətli Əllamə Bəhaəddin ilə bir yerdə Məşəd ziyarətinə gedib. Onun yaxın adamlarından biridir. Özü də ki, həkimdir, ziyalı bir adamdır. Deyir, getdiyi Məşəd ziyarətinə mənim də neçə ildə övladım olmur. Övlad arzusundayam. Deyir, getdiyi Məşədi ziyarət elədi. Hərəmdən çıxanda Əllamə Bəhaəddinə dedim ki, məni dua elədiniz, mənim barəmdə dua elədiniz. Dedi ki, xeyr, yadımdan çıxdı. Dedim, xahiş edirəm, mənim hacətim var, dua eləyin. Ürəyimdə də tutmuşam ki, övlad istəyirəm, dua eləsin, mənə Allah övlad nəsib eləsin. Deyir, elə qayıtdık, hərəmin qapısının ağzında oturdu. Dedim, bilir sizdən nə istəyirəm? Dedi, sən öz xeyri, öz yanını bilmirsən, mən bilirəm sənin üçün nə dua eləyəcəm. Sən mənə işimə qarışma. Deyir, mən o getdi, dua elədi, çıxdıq, çıxanda birdən deyir, özümə baxdım, qəlbimə müraciət elədim, gördüm da övlad istəmirəm. Məsələni kökündən həll elədi. Mənası bu deyil, insan övlad arzulamasın. İnsan övlad istəməsi yaxşıdır, övlad neymətdir, övladı yoxdur, müalicə olunmalıdır, dua eləməlidir. Amma ölüm-dirim məsələsidir. Olmasa da olmadı. Ehtiyacsız olsun insan daxilən hər şeydən. Deyir, onun duası mənim baxışımı düzəltdi.